qram X xlor duzu suda tamamilə dissosiasiya etdikdə əmələ gələn ionların mol miqdarlarının cəmi 0,8-dir. X xlor duzunun nisbi molekul kütləsini hesablayın. Gəlin baxaq. 29,8 qram suda tamamilə dissosiasiya etdikdə əmələ gələn mol miqdarlarının cəmi 0,8-dir. Tamamilə dissosiasiya deyir deyə. Deyirsən 0,8 ion əmələ gələndə kütlə 29,8 imiş. Amma 2 mol ion əmələ gələndə kütləmizi işarə edirəm A ilə. A-mız bərabər olacaq bunun 1 molunun kütləsinə. Görün neçə edir? 3. 74,5 edir. Deməli, X xlorun kütləsi 74,5-dir. Oradan da X-in kütləsini tapmaq üçün 74,5-dən çıxıram 35,5-i, yəni xloru X-in. Yox, elə 74,5 X xlorun özünü istəyirmiş. Aydın oldu? Keçdik indi 43-ə. 43-də deyir ki, mənə XY2 400 məhlulunda 0,8 mol Y mənfi iyonu var. Məhlulun molyar qatlığını hesablayın. 400 ml-dirsə 0,4 moldur. 0,4 molunda 0,8 mol Y mənfi iyonu var. Üzrü sayını 0,4 həcmimizdir. Məhlulun molyar qatlığını hesablayın. Heç bir şey. Deyirsən ki, 1 molunda əslində 2 dənə Y iyonu var. Bəs neçə molumuzda 0,8-dir? X bərabər olur 0,4-ə. Deməli, bu maddəni mən götürmüşəm 0,4 mol. Həcmim də 0,4-dür deyə, eləcə 0,4-ü bölürük 0,4-ə, cavab olur 1. 44-də də həmçinin deyirik ki, 1 molunda 2-dir. Neçə molunda? Yox, X iyonu deyirmiş bu dəfə. 1 molunda elə 1 moldur. Neçə molunda 0,4 olar? X bərabər olur 0,4-ə. Deməli, bu maddənin mol miqdarı 0,4-dür. Həcmimiz də 0,2 deyə 0,4-ü bölürük 0,2-yə, cavab qalır 2. 45-də dissosiasiya etməmiş. Dissosiasiya dərəcəmiz 60%-dirsə, deməli 40%-imizdə dissosiasiya eləməyibdir. 5-in də 40%-ni tapıram, cavab olur 2. 46. Sulu məhlulda 1 mol dissosiasiya etməmiş XOH2-yə 3 mol X2 müsbət iyonu düşür. Elektrolitin məhlulda dissosiasiya dərəcəsini hesablayın. Deməli, ümumilikdə 4 mol götürmüşəm. 4 molun 3 molu dissosiasiya edildi ki, 3 dənə X2 müsbət əmələ gəlibdir. Onun da faizi eləyir 75%. Gəldim 47-yə. Dissosiasiya dərəcəsi 80% olan bu maddənin 2,5 molun dissosiasiyasından bu qədər sayda ion əmələ gəlir. 2,5 molunun 80%-ni tapıram, yəni 2 mol edir. Deməli, 2 molundan 4,816 vurulsun 10 üstü 24 sayda. Onu da Avogadroya bölsəm, eləyir 8. 2 molundan 8 ion əmələ gəlir. 1 molundan nə qədər əmələ gələcək? X də bərabər olur 4-ə. Yenə deyirəm. Dissosiasiya dərəcəmiz 80%-dirsə, 2,5-in 80%-ni tapıram, 2 edir. Deməli, 2 molundan 8 mol ion əmələ gəlir. Neçə molundan 4 mol ion əmələ gəlir? 1 molundan nə qədər daha doğrusu əmələ gəlir? O da eləyir 4. Və bitdi. Keçdik bu biri səhifəyə sonuna. Bitiririk. Bitir. Bu dərs həqiqətən yaxşı getdi. İndi bilmirəm siz yaxşı başa düşdünüz ya yox, amma yaxşı getdi. Onu gələn dərs biləcəm sual-cavab eləyəndə. Neçə vaxtdır siz sual-cavab eləmirəm. X brom 2-nin suda məhlulun həcmi 0,5-dir, qatlığın 1-dir, dissosiasiya dərəcəmi soruşur. Molyar qatlığını tapmaq üçün 0,5-i vururam 1-ə, eləyir 0,5. Deməli, burada X brom 2 ilə 0,5 imiş. X brom 2 0,5-dirsə, onun 20% dissosiasiya edibdirsə, 0,5-in 20%-ni tapsam, eləyir 0,1 mol. 0,1 mol X brom 2-dən də nə qədər brom ion əmələ gələcək? 0,2. Gəldik 49-a.
250 milli mis-2 nitrat məhlulundakı mis-2 ionlarını tam çökdürmək üçün 1 mol natrium hidroksid sərf olunur. Deməli, bunların reaksiyasını yazmalıyam. Deməli, deyirik ki, 1 mol mis nitratı üçün 2 mol natrium OH lazımdır. Mənə indi natrium OH-ı 1 veribsə, mis nitratım nə qədərdir? X-dir. X buradan bərabər olur 0,5-ə. Deməli, mənim mis nitratım 0,5 mol imiş. Həcmim də 250 millidir deyə 0,5-i mol miqdarını bölürəm 0,125-i, o da eləyir 2. Və bitdi. Gəldik 50-yə. Flor ionu 4 mol əmələ gəlibsə, deməli nə qədər dissosiasiya edibdir kalsium flor 2? 2 mol. 2 molu dissosiasiya edib əvvəldə amma 5 mol imiş. 2-ni bölürəm 5-ə, vururam 100-ə. O da eləyir 40%. Gəldik 51-ə. 51-də diqqətlə baxırıq ki, SO4 ionu yalnız natrium sulfatın tərkibindədir. SO4 ionu N qədərdirsə, deməli natrium sulfatda elə N mol imiş. N mol natrium sulfatda nə qədər natrium ionu var? 2N. Deməli, bu 2,5N-in 2N-i natrium sulfatın tərkibindədir. 2N-i çıxsam, qalır 0,5N. O 0,5-də N də natrium OH-ın tərkibindəymiş. Natrium OH-da müəyyən edirəm 0,5-i. N-ləri ixtisar eləyirəm. Natrium sulfatı olur 1 mol, natrium OH olur 0,5 mol. 1 mol natrium sulfatın kütləsi 142-dir. 0,5 mol natrium OH-ın da kütləsi 20-dir. 142-ni də bölürəm 20-yə, görüm neçə edirmiş. 7,1 element. Cavabımız olur 7,1. Gəldim 52-yə. Duzunun 9,4 qramı tamamilə dissosiasiya edəndə, bax, mən buradan 0,5 mol bu, 0,1 mol ionlara mol. 0,5 ilə 0,1-in nisbətinə görə formulu müəyyən edirəm. 0,5-i böləndə 0,1-ə cavab alınır 1-in 2-yə nisbəti. Yəni, X-dan 1 dənə, Y-O3-dən 2 dənədir. Daha sonra isə deyirəm ki, artıq bunu müəyyən edəndən sonra istər Y-O3-ə görə hesabla, istər X-a görə fərqi yoxdur. X-a görə hesablayanda deyirik ki, 0,5 X olanda kütləm 9,4-dürsə, 20 mol X olanda kütləm nə qədərdir? X də bərabər olur 188. Y-O3-ə görə hesablasam, deyərəm ki, 0,1 mol Y-O3 olanda kütləm 9,4-dürsə, 2-yə X-dır, o da cavab çıxır 188. Gəldim 53-cü suala. Sıxlığım verilib, məhlulumun kütləsi verilib, həcmini tapa bilərəmmi? Bəli. 1,4-dür, M də verilib. 700-ü bölürəm 1,4-ə. Görün, bu məhlulun həcmi nə qədər imiş? Məhlulun həcmi olasıdır 500 milli. Məhlulumun həcmi 500 millidir. İndi mənə deyir ki, məhlulunda cəmi 9,3 vurulsun 10^23, yəni 1,5 mol ion var. Kalium 2SO4-ün mol miqdarını tapmalıyım. Deyirsən ki, 1 molunda 3 dənə ion var. Bəs neçə molunda 1,5 ion var? X bərabər olur 0,5-ə. Deməli, mən kalium 2SO4-dən 0,5 mol götürmüşəm. Məhlulumun həcmi də 500 milli, yəni 0,5 litrdir. Qatlığı tapmaq üçün də 0,5-i bölürəm 0,5-ə, cavab eləyir 1.